ən gözəl mövzulardan birinə çatdıq. Hansını ki, başa düşmək çox vacibdir. Mənfəət, profit. Bilirik mənfəət nədir? Bayaq aldıq stol 600 manata. Əgər bu stolu biz satsaq 800 manata, mənfəətimiz nə qədər olacaq? 200 manat. Yəni, alış, satış. Alış 600 manat, satış 800 manat. Alanda bizdən pul getmişdi, satanda bizə pul gəlir. Bərabər olmalıdır mənfəətə. Yaxud profitə. Hansı ki, bu halda olacaq 200 manat. Burası asandır. Hamı 800-dən 600 çıxıb 200 ala bilər. Hamı mənfəəti hesablaya bilər. Amma mənfəətlə sonra nə etmək lazım? Problem burada əmələ gəlir. Yazıcıdadırsa danışdıq, razılaşdıq hamımız ki, assets bərabərdir, liabilities üstəyə kapital. Bu kapital ki var, kapital biraz qəliz məsələdir. Kapital nədir? Kapital şirkətin shareholderından aldığı puldur. Hansı ki, shareholderə nə vaxtsa qaytarmalıdır. Düzdür, fiziki olaraq o pul qaytarmır, şirkət bankrot olmayınca, belə deyək, bağlanmayınca. Lakin şirkət o pulu alır ki, shareholderdən o pulu səmərəli istifadə eləsin, harası investisiya eləsin, biznesi inkişaf etdirsin, mənfəət əldə eləsin, baxın, mənfəət deyirəm, mənfəət əldə eləsin və sonra o mənfəətdən shareholderə, təsisçiyə dividend ödəsin, yaxud yaxşı işləsin, mənfəət əldə eləsin, şirkəti böyüsün, şirkətin dəyəri artsın, sonra o shareholder biznesi satıb daha çox pul əldə eləsin. Məsələn, mən bu biznesə 1000 manat qoymuşam, biznesi yaxşı işləsə, yaxşı getsə, mən səhərsi gün bu şirkəti 1500 manata sata bilərəm. Necə ki, stol alıb satırdım, şirkətdə yaratdım, 1000 manat qoydum, sabahsı gün sata bilərəm 1500 manata. 500 manat mənim, şəxs olaraq mənim gəlirim olacaq, daha doğrusu mənfəətim olacaq. Yəni, şirkət bu məqsəddən qurulur. Ona görə bu mənfəət anlayışı ilə, mənfəət, yaxud profit anlayışı ilə kapital arasında çox belə incə bir bağ var, incə bir əlaqə var. Bu əlaqə nədən ibarətdir? Şirkət işləyir, mənfəət əldə eləsin ki, o mənfəəti sabahsı gün shareholderına qaytara bilsin, verə bilsin. Şirkətin biznesi qurulma məqsədi də budur. İndi, vacib deyil ki, bu əldə elədiyi mənfəətin hamısını ödəsin shareholderə. Bu mənfəətin bir hissəsini dividend formasında shareholder ödə bilər. Mənfəətin bir hissəsini geri qaytarıb biznesə investisiya edə bilər ki, biznes biraz da böyüsün. Məsələn, bu dəfə bir stol yox, 2 stol ala bilsin. Yaxud qalanı da özündə saxlaya bilər. Yəni, demirəm, həmişəlik, müəyyən qədər özünü saxlaya bilər ki, gələcəkdə başqa məqsədlər üçün istifadə eləsin. İndi, gəlin baxaq. Bizdə var idi alış, yuxarıda yazıram satış, qabağına da yazıram dəyərlərini. Dedik ki, 600 manat aldığımız stolu 800 manata satdıq. Mötərizdə yazdığım mənfidir, minus, negativ. Pul gəlir, pul gedir. Və yekunda mənfəət olur 200 manat, profit. Bu 200 manat mənim kapitalımı artırır. 200 manat kapitalın bir hissəsidir. Bu 200 manat şirkətin səhmdarı olan borcuna əlavədir. Çünki 200 manatı sabahsı gün dividend formasında mənə verməlidir. Yaxud qaytarıb mənim biznesimə. Çünki bu biznes ümumilikdə mənimdir. Mənim biznesimə investisiya eləməlidir. Yəni 200 manat şirkətin mənə olan borcudur. Ona görə bu 200 manat kapitalın hissəsidir. Aydındır? Və necə yazılır? Assets bərabərdir liabilities plus kapital. Kapitalın içində var share capital və profit. İndi profitə burada bir quyruq da əlavə edirlər. Tam profit demirlər. Deyirlər retained
Profit. Profit. Saxlanılan profit. İndi hələ ki bura bütün bayaq qazandığımız 200 manat aiddir. Amma sabahsı gün 200 manatdan 50 manatını dividend formasında ödəsə, o bu tənlikdə görünməyəcək. 50 manat çıxdı getdi biznesdən. Tənlikdə qalmayacaq, biznesdə qalmayacaq. Bu tənlikdə qalacaq 150 manat. Baxın, ona deyilir retained profit. Hal-hazırda heç nə ödəməmişik deyə 200 manatın hamısına deyirik retained profit. İndi baxaq nə var bizdə. Deməli, bayaq axırıncı olaraq bizdə nə var idi? Aktivlərdə var idi cash, səhv etmirəmsə 400 manat dəyərində. Var idi stol, 600 manat dəyərində. Var idi share capital, gəlin buralarını biraz dəyişək. Sığışsın deyə rəqəmlər. Share capital var idi 1000 manat dəyərində. Retained profit'e yazım. Hələ ki RP yazıram adına, amma ümid edirəm gələcəkdəymiş RP yazmayacaq. İndi yer sığışma deyə yazıram. 0 idi. Yəni hələ ki heç nə satmamışdıq. İndi bunu satırıq. Yəni bu aldığımız stol ki var idi, onu satacağıq. Sizdən gəlin yazaq. Assets bərabər liability plus kapital. Stolu satdıq 800 manata. Məlumdur ki 800 manata satırıqsa, o 800 manatı bizə kimsə ödəyir. Və bu 800 manat bizə pul formasında gəlir. Əvvəlcə bizdə var idi 400 manat. Üzərinə 800 manat da gələndə eləməlidir 1200 manat. Stol. Artıq yoxdur, çünki satdıq. 600 manat getdi. Qaldı 0 manat. Və cəmi aktivlərim 1200 manatdır. Öhdəlik hələ də 0'dır. Heç kəsə qarşı heç bir öhdəliyim yoxdur. Kapital. Share capital 1000 manat olaraq qalır. Heç kəs bu pulu, biznes bu pulu öz shareholderına qaytarmayıb 1000 manat qalır. Və retained profit, yaxud hələ ki profit də deyə bilərik. Bayaq hesabladığımız kimi 200 manat. Bu növbəti səhifəyə keçir, gəlir bura. 200 manat profit. Hansın ki şirkət prinsipcə mənə borcludur, shareholderına. Amma verməyə də bilər mənə. Bu 200 manatı qaytarıb təzədən biznesdə qoya bilər. Burası hələ ki bizə vacib deyil. Bizə əsas vacibdir ki, bu 200 manat harada oturur. Və biz razılaşdıq ki, oturur kapitalın içində. Və cəmi mənim kapitalım 1200 manatdır. 1200 plus 0, bu mənə verir tənliyin bir tərəfində 1200, digər tərəfində də 1200 var idi.